Prolaktin hormonu nədir? Prolaktin hormonu əhali arasında süd hormonu kimi tanınan bir hormondur. Prolaktin hormonu hipofiz vəzidə ifraz olunur, süd yaranma prosesini tənzimləyir. Prolaktin hormonu qadınlarda hamiləlik müddətində, laktasiya dövründə, yəni süd vermə dövründə daha da artmağa başlayır. Eyni zamanda menstrual sikl zamanı da prolaktin hormonunun səviyyəsi artır. Prolaktin hormonu həm qadın orqanizmində, həm də kişi orqanizmində sintez olunur. Amma kişi orqanizmində təbii ki, qadın orqanizminə nisbətən qat-qat aşağı sintez olunur. Bəzi hallarda psixoloji pozğunluq, stres, ağır idman növü ilə məşğul olduğu təqdirdə müxtəlif alkoqollu və spirtli içkilərin sui-istifadəsi zamanı prolaktin hormonu kişilərdə də artmış olur və bunun nəticəsində bir sıra problemlər müşahidə olunur. Xüsusən kişilərdə səs tempinin zəifləməsi, saçların tökülməsi, erektil disfunksiya və süd vəzlərinin qadın tipli böyüməsi, ginekamastiya halları müşahidə olunur. Eyni zamanda kişilərdə qadın tipli piylənmə halları da qeyd olunur. Yəni qadın orqanizminə uyğun olaraq qarın və döş tipli piylənmələr müşahidə olunur. Qadın orqanizmində prolaktin hormonunun yüksək səviyyəsi sonsuzluğa, hamiləliyin baş tutmamasına, yəni düşüklərə, bir sıra pozğunluqlar müşahidə olunur. Prolaktin hormonunun yüksək səviyyəsi qadınlarda qadın cinsi hormonu olan estrogenin səviyyəsini, kişilərdə isə kişi cinsi hormonu olan testosteronun səviyyəsini aşağı salır və nəticədə bir sıra pozğunluqlar müşahidə olunur.